çoxdandır Çin avtomobili çəkmirdi və çoxdandır Changan çəkmirdi. Ona görə dedik ki, bu boşluğu dolduraq, bərpa eləyək. Ona görə də bugün gəldik. Changan avtomobillərinin içində 2 dənə modeli götürdük. Bir-birlərinə rəqib ola biləcək. Kuyan Q07 və Uni-Z. Bugün bu avtomobilləri həm incələyəcəyik, həm bir-biri ilə müqayisə edəcəyik. Ona görə də birbaşa videomuza başlayaq. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Nihad ilə birgə Changan Uni-Z və Changan Kuyan Q07 incələməsi çəkirik. Changan Kuyan Q07 modeli. Avtomobilimiz 2025-ci ildən bəri hissəsi olunur. Tam yeni modeldir. Orta ölçülü SUV avtomobildir. D klassıdır. Mühərrikxanasına keçsək, burada 1,5 litr həcmində atmosfer mühərrikimizi görürsünüz. Bunlar turbo mühərriklərdə gəlirlər. Bizim avtomobilimizdə isə atmosferlə olan komplektasiyasıdır. Ümumilikdə 5 komplektasiyası var. Premium, Luxury, bizdə olan komplektasiya Honor, Flagship və Flagship Plus. O ən full komplektasiyası Flagship Plus, Honor'dakı atmosfer mühərrikli olan ən fulludur. Bu arada Flagship Plus-da özəlliklər çox. Nə bilim, pneumatik askı falan, daha komfortlu turbo mühərrik, daha çox gücümüz var. Atmosfer mühərrikimiz 97 at gücü hasil edir. Paralel olaraq da hibrid sistemlə işləyir. Ümumilikdə avtomobillərimizin ikisində də variator E-CVT sürətlər qutusu var. Bu avtomobilin ümumi gücü 224 at gücü və 330 Nm-dir. Elektrik mühərrikimizin hasil elədiyi güc də elə 224 at gücüdür. Benzinlə elektrikin ortağı bizə elə 224 at gücünü verir. Avtomobilimiz ümumi yürüş məsafəsi 1400 km-dir. Avtomobilimiz CLC standartına əsasən yalnız elektriklə 215 km məsafə qət edə bilir. Bunu da VLTP-yə çevirsək, hardasa, yəni WLTP 30-35 km daha az nəzərə alındı. CLC Çin standartıdır. Ümumilikdə bunun turbo mühərrikləri də hardasa bir 150 at gücündə olur. Daha yüksək performanslı bir model istəyirsinizsə onu alacaqsınız, amma daha ekonom, daha şəhərə uyğun birini istəyirsinizsə Honor alırsınız. Atmosfer mühərrikli. Bu arada 92 ilə işləyir ha. Ona görə başınız dincdir. Plus yanacaq sərfiyyatı da azdır. Ümumilikdə avtomobilimizin şarjı hardasa 30%-dən 80%-ə qədər 15 dəqiqəyə dolur. Golden Shield 3C batareyası var. Kuyan Q07 modeli Changan'ın intellektual Blue Core 3.0 hibrid sistemi ilə işləyir. Ümumilikdə bu avtomobil Uni-Z-dən biraz daha bahalıdır. Uni-Z-də məsələn qaz amortizatorlar yox. Kapot da normalna ağırdır. Zaten onun mühərrikxanasına keçəndə görəcəksiniz. 1,5 litrlik atmosfer mühərrikdir. Belə deyim, Changan'ın mühərrikləri, yəni Blue Core mühərrikləri ümumilikdə çox dözümlü olduğu deyilir. Testlərdən falan keçir. Mən ona həqiqətən məəttəl qalıram ki, Çin bir motor eləyib, hansı ki dözümlüdür. Boşu-boşuna heyt eləmək istəmirəm. Olduğu qədər rasional, biraz daha izləyicilərə doğru məlumat çatdıracaq video eləmək istədiyimə görə yalandan demirəm ki, pisdir. Olandan gördüyümüz üzrə hazırda bu 1.5 mühərriklər, 1.5 turbo mühərriklər özünü yaxşı göstərir. Təbii ki, davamında görəcəyik də illər ərzində, daha sonraki bir 5-10 il sonra nə olacaq. Amma hazırki vəziyyət artıq neçə il bu mühərriklər var və особо bir şey görmürük. Dünyada da testlərdən falan keçir, özünü yaxşı aparır. Digər avtomobilimizə keçid alsaq, Changan Uni-Z modeli 2022-ci ildə təqdim olunur və 2024-cü ilə qədər bu avtomobilin adı Oşan Z6 idi. Daha sonrasında 24-də adını Uni-Z olaraq dəyişir və bizim avtomobilimiz bu da 2025-ci ildə ən son buraxılışdır. Ümumilikdə avtomobillərimiz ikisi də plug-in hibrid avtomobillərdir. Bu avtomobilin yürüş məsafəsi isə 1200 km-dir. Digər avtomobilimizdə 1400 idi. Bu arada qaz amortizatoru yoxdur. Gördüyüm ən ağır kapot bu avtomobildədir. Bu arada mühərrikxanamız demək olar ki, eynidir. Burada da 1,5 litr həcmində atmosfer, 97 at gücü və 125 Nm tork verən 1.5 sıralı 4 silindrli mühərrikimiz var. Yenə bu avtomobilin də turbo mühərrik versiyaları var. Bunun da komplektasiyası yetəri qədərdir. Bu arada avtomobillərimiz ikisi də atmosfer mühərriklə gələn ən full komplektasiyadır. Ona görə də bir-birlərinə rəqib olaraq biz bunları görə bilirik. Bu da D klassı bir avtomobildir. 215 at gücü və 330 Nm. Orada 224 at gücüdür. Tork dəyərimiz eynidir. Bu avtomobilimizin elektrik mühərrikimizin gücü 212 at gücüdür. Dediyimiz kimi benzindəki 97 və ümumi gücü 215 at gücüdür. 215 at gücü və 330 Nm ön çəkərdə. Maraqlı avtomobillərdir. Şəhər içi, ailə üçün falan düşünüləsi avtomobillər. Təbii ki, biz bugün salon keyfiyyətlərinə də baxacağıq. Belə bir sir deyim ki,
Onun salonu daha yaxşıdır. Bununkindansa o. Amma yenə də zövq məsələsi. Bu avtomobil daha sportik duruşa malikdir. Oturacaqlarını da görəcəksiniz ki, daha sportik dizayndadır. Ümumilikdə bunun dizaynı bizim daha öyrəşdiyimiz dizayndır. Bu da bir baxanda Li L6-ya oxşayır. Balaca L6, amma Changan tərəfindən istehsal olunan. Bunun interyeri daha belə premium interyerdir. Burada sportik. Yenə dediyim kimi, bunun dizaynı bizim normal avtomobil dizaynı, öyrəşdiyimiz dizaynlara bənzəyir. Avtomobilimiz yalnız elektrik ilə WLTC standartında 95 km, CLTC standartı ilə 125 km yol qət edə bilir. Dediyimiz kimi, ümumi olaraq 1200 km range var. Bunun da 1400. Uzadılmış Extended Range plug-in hibrid avtomobillər də bunlar. İkisi də ön çəkərdir. İkisinin də maksimalı 180 km/saat sürətdir. İkisinin də sürətlər qutusu eyni YCVT sürətlər qutusudur. Variator olduğuna görə də 180-dan o yana getmir. 0-100-lər də çox yaxın rəqəmlərdədir bu arada. 7.4 saniyə civarıdır ikisində də. Hətta bu avtomobilin Rusiya bazarı üçün olan özəl versiyası da var. Özəl versiya deyəndə Volga K40 modeli. Araşdırsaz görəcəksiniz ki, bu avtomobilin Rusiya üçün özəl olaraq buraxılmış modelidir. Yəni Volga tərəfindən patent alınıb, onlar istehsal edib buraxırlar. Yox, heç istehsal da eləmirlər. Prosto gəlir, loqolar dəyişir, Volga qoyulur, vəsə. Necə ki, Moskviç var, ruslarda təzə Moskviçlər. Moskviç 3 olmalıdır. Jack brendinin bir başqa avtomobildə prosto rebranding eləyiblər Moskviç. Bu qədər. Bu da Volga K40-da bundan eyni şeydir. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 4730, eni 1890 və hündürlüyü 1660-dır. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərimiz də ön və arxada eynidir. 245-50 R20. Bu arada disklərini bəyəndim, qəşəngdir. 20'li disklər 50 profillə. Komfortunuz da getmir, qəşəng 20'li diskləriniz də var. Ümumi diskin risunkası da qəşəngdir. Qəşəng əyləcləri var. Effektivdir bu arada. Biz bayağı bu avtomobili biraz sürdük. Onun da əyləclərini mən bəyəndim. Qəşəng əyləclər ediblər bu avtomobillərdə. 207-nin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 4837, eni 1920 və hündürlüyü də 1690-dır. Bu avtomobil o birindən həm daha enlidir, həm daha uzundur. Disk təkər parametrlərimizə keçid alsaq, ön tərəfdə 245-50 R20 ölçüdə təkərlərimiz var. Yenə eyni parametrdədir bu arada. Arxada da yenə eynidir. 245-50 R20. Bu arada bunun disklərini qəşəng xrom eləyirsiniz. O ortası yonulur, tam belə metalik, parıl-parıl olur. Ümumilikdə bu formalı avtomobillərə istəyir Li olsun, L7, L9, Mercedes GLS, sonra Range Rover Vogue kimi avtomobillərə belə böyük disklər, ortası belə xrom çox qəşəng yaraşır. Qara da yaraşır, xrom da. Zövq məsələsidir. Bu arada bu avtomobilimizin çox qəşəng rəngi var. Qaranlıqda biraz daha qara, amma yaxından işıq salıb baxsaz, tünd göy, belə milyoner göyü rəngi var. Zaten Azərbaycanda nə tünd göy rəng görürlərsə, adı avtomatik olaraq milyoner göy olur. Bu da ondandır. Avtomobilimizin bagaj həcminə gəlsək, 763 litr həcmində geniş bagajımız var. Hansı ki, arxa oturacaqları yatdıraraq bagaj həcmini 1769 litrə qədər artıra bilərsiniz. Bu arada bagajın açılma düyməsi tam buradadır. Ümumilikdə avtomobilin bu hissəsi çöldə qalır, yəni buferin bir parçası deyil də. İçinin qəşəng çıxolu var, belə qəşəng üzlənib. Burada 12 volt, 120 wattlıq şarj port var bir dənə. Burada da belə askılıq yerlərimiz var. Alt bölümünə nəzər yetirsək, qəza üçbucağı, təkər təmir kitinin penası, dartqı üçün dəmirimiz və nasosumuz var. Ümumilikdə bagajı belədir. Bu arada onun bagajının alt bölümü xeyli genişdir. Orada daha əlavə həcm əldə edirsiniz. Bağlamaq üçün də bir dənə bu düyməyə bastınız. Vəssalam, bagajımız bu şəkildə səliqəli olaraq bağlanır. Unizenin bagaj həcminə keçsək, avtomobilimizin 638 litr həcmində bagajı var. Arxa oturacaqları yatdıraraq bu bagaj həcmini 1425 litrə qədər böyüdə bilərik. Burada da yenə qəşəng yumşaq materialdan bagaj örtüyümüz var. Bagajımızın alt bölümünə diqqət yetirsək, burada qəşəng əlavə saxlama yerimiz var. Burada geniş yerimiz var. Burada avtomobilimizin akkumulatoru yer alıb. Bu Çin avtomobillərində klassik komplektasiya olaraq nakitkamız var və çox maraqlı təkər təmir kitinin penası var burada. Changanın özünün penası da özü həcmi də qəşəngdir. Yenə qəza üçbucağı və burada da belə bir perixodnikimiz var bizim. Çox maraqlı bir perixodnikdir. Bu da var yəni. Ümumilikdə bagajımızın alt bölümü də belədir. Bagajımızı bağlamaq üçün də buradakı düyməyə basırıq. Əssalam, bagajımız səliqəli şəkildə bağlanır. Avtomobilimizin maraqlı bir özəlliyindən də bəhs edeyim. Bu hissədə Face ID panelimiz yer alır. Yəni avtomobilə yaxınlaşırsınız, sizin üzünüzü tanıyır və giriş edirsiniz. Belə özəlliyimiz də var. Keçid aldıq Unizemizin interyer bölümünə. İnteryerdə oturacaqları qəşəng rahat, yumşaq oturacaqları var. Belə qəhvəyi, biraz da narıncı tonda bizim salon rəngimiz var. Qəşəng yumşaq oturacaqları var. Arxa sıra klimatımız
tam bu hissədə yer alır. 2 dənə USB portumuz burada var. Bir dənə saxlama yeri bu hissədə. Oturacaqlarımızın arxasında cibləri var. Yəni, Çinlilər yenə burada salonu yığanda tam yığmayıblar. Bu nə olar ki, biraz da səliqəli işləyəriz. Buradan çıxıb dayanmasın. Ümumilikdə diz məsafəmiz qəşəng genişdir. Buradan da belə yumşaqlığı var. Yəni, diz məsafəmiz yetər qədər, arxası genişdir. Baş məsafəsi də 5 barmaqdan çoxdur. Qapı panelimizin üst bölümü müəyyən qədər yumşaq materialdan istifadə olunub. Burada yenə yumşaq dəri üzləməli material. Nəyi bəyənmirəm? Bu dinamiklərin üstündə promoy belə ən dişovo plasmasdan. Avtomobildə istifadə olunan plasmaslar burada da ən sadə plasmas. Yəni öz qiymətini də nəzərə alanda bu avtomobilin okey, bəzi şeylərin üstəsindən keçə bilirsən, amma bir sıra şeylərin də daha yaxşı ola biləcəyini bilirsən də. Biraz daha yaxşı eləmək olar bir sıra şeyləri. Qapı panelimizin bu alt bölümü tamamilə plastikdir. Butulka qoyma yerlərimizdə içə heç bir şeylə üzlənməyib. Bu ortada da 2 dənə stəkan otacağı yerimiz var. İçinin forması belə altı bucaqlı şəklində maraqlıdır. Amma yəni yenə də heç bir bağlanması, açılması yoxdur. Sadə formada qoyublar. Və qısadır bu arada. Deyirəm də mənim bu şeyin açıq olmasına zəhləm gedir. Əlim girir bunun içinə. Nə bilim, bu bağlı səliqəli daha gözəldir. Luboy avtomobildə. Ortası da bu arada qəşəng, ortası nə yumşaqdır, bu ləzzətlidir. Yəni yumşaqlığı qəşəngdir. Özdə dam materialına parça damımız var, amma belə toxunuşu gözəldir. Arxa sıra işıqlandırılması da tam burada yer alıb və bu avtomobilimizin damı bizim tam panoramikdir, plus açılır da. Amma o bir avtomobildə damımız açılmır. Avtomobilimizin audio sistemi də Sony-yə məxsusdur bunda. Q07-nin hal-hazırda arxa interyerində əyləşmişik. Arxasının genişliyi öz sözünü deyir. İstər diz məsafəsi olaraq, istər baş məsafəmiz də burada yenə 5 barmaqdan çox, həm də bu dəqiqə bunun beli qəşəng arxaya verilib. Bu avtomobilimizin təəssüf ki, lüku açılmır, sadəcə belə tam panoramik damımız var. Bu arada arxa şüşələrimiz bu avtomobildə zavoddan tündləşdirilmiş qara şüşələr gəlir. İki avtomobilimizdə də ön şüşələr 2 qatlı, arxalar tək qat şüşələrdir. Dediyimiz kimi bunda arxalar zavoddan hazır qara şüşədir. Belə eləyirik. Bu arada bu arxa oturacağımızın bel bölümündə qaldırıb gətiririk. O tərəfdən də bu digər oturacağı idarə edə bilirik. Plusdakı arxa pərdəmizi də, yəni lükun pərdəsində buradan idarə edə bilirik. Həm monitordan, həm də buradan. Qapılarımızı açmaq istəsək də bizim bu avtomobilimizin qapıları açmağa 2 cür variantı var. Bir, buradakı düymə vasitəsilə açırıq. İkinci variantda burada butulka qoyduğumuz yerdə avariyni çıxış variantı var, belə deyək. Bir hadisə olar, bir şey olar, qapı açılmasa bu aşağıdan əlimizi atırıq. Burada krışqadır, qabaqlarda belə deyək. Krışqadır, bu krışqanın çıxanda tros gəlir. Trosu dartırsınız, qapınız açılır. Ümumilikdə qapı panelimizə nəzər yetirsək, bunun da qapı paneli digəri ilə eyni üst tərəfi. Onun kimi müəyyən yumşaqlıqda materialımız var. Burada tüksüz şaftalıdır konkret bu. Toxunuşu odur. Belə bir plastik materialdan üzlənib. Bu hissəsi ortasında belə tikiş gedir. Burada dəri material, qapı dəstəyimiz tamamilə dəri. Burada yenə plastik, alt bölümü dəri. Burada da tamamilə qara plastikdir. Hansı ki, bu butulka qoyma yerində içi üzlənməyib. Bir dənə Type-C portumuz var. Burada bir dənə saxlama yerimiz var. Bu saxlama yerinə xaladelnik eləsəydilər super olardı. Yeni modellərdə gözləniləcək bir şeydir. Arxa sıra deflektorlarımız bu şəkildə iki tərəfdən idarə olunur. Burada oturacaqlarımız arxada saxlama yeri var. Bu hissədə bura siz monitor yerləşdirə bilərsiniz. Burada da belə bir dənə stolçikimiz var. Bu oturacağımızın sıfır gravitasiya özəlliyi də var. Avtomobilin komplektasiyası biraz maraqlıdır. Məsələn, burada sıfır gravitasiya var öz yerində. Bu stolçikin sağda olması daha gözləniləndir. Çünki bir biznesmen otursa sağda oturacaq. Onda stolçikə sağda ehtiyacı olacaq. Həm də ki, sürücü oturacağı elə ola bilər ki, tam arxaya gəlsin də. Nə bilim, yəni Çinlilər bir şeylər düşünüb, ümumilikdə interyer rəngimizin də narıncı olduğunu görürsünüz. Bu orta barımızı yatdıranda, mən digər avtomobildə dedim bu qısadır. Bunda bütün oturacağı gəldi, o yüzden bunda şikayətim yox. Yetəri qədər uzundur, buradan da qəşəng yumşaq dəridir. Stəkan otacaqlarımız. Yəni burada içi bunun, burada belə silikon. Qəşəngdir, pis deyil. Bununki daha xoşa gəlimlidir, amma kənardakı plastik yenə eynidir. Bu arada bu qəşəng uzundur deyə rahat. Yəni bu avtomobil digərindən daha premium olaraq sayılır. Burada da orta bölümdə də əyləşəndə yenə komfortunuz rahatdır, avtomobilimiz daha enli olduğu hiss olunur. Orta bölümdə rahatsız. Baş məsafəsi də ki 5 barmaqdan çox geniş. Keçid almışıq Q-N Q07 modelinin sürüş testinə. Sürücünün əyləşmə yerində orada kokpitdə oturmuşuq. Bu arada bunun dam materialı, burası çox coddur. Digərininki elə bil daha priятный, daha belə yumşaqdır Unizey'nin. Burada güzgümüzü göstərmə olaraq işığı bu hissədə yer alır. Bu avtomobilin ən çox bəyəndiyim şey nə oldu? Bu güzgüsü. Buradan belə qıraqdan güzgü şüşəsi özü də görünür. Çox maraqlı. Bu hissədə də interyer kameramız var bu arada. İnteryerdə baş verənləri görüb izləməyə. Avtomobilin avarin işığı.
Tesla-da kimi. Bunda da yuxarıda yerləşdiriblər, çox maraqlı. SOS düyməmiz var. Bizim bu monitorumuz 15,4 inçlikdir və hər tərəfə 15 dərəcə fırlana bilir. Bu yana gətirdik, tamamilə sağa və istəsək tam ortaya gətirməyi, bu da 15 dərəcə tam ortaya gəlir. Bir balaca öz-özə mailli qoyursunuz ki, hissə rahat olsun. Avtomobilimiz hazırda Çin dilində və bu avtomobilin əməliyyat sistemi səhv etmirəmsə Harmony-yə məxsusdur. Huawei-indir, Huawei Harmony. Buna siz CarPlay yaza bilmirsiniz. Bəzi dillər yazılır buna ingiliscə falan, amma CarPlay aktiv eləmək olmur bu avtomobillərdə. CarPlay üçün əlavə modula ehtiyacınız var. Burada nə olsa gözəl olardı animasiyalarda. Avtomobilin sükanını döndərəndə sükan özü də orada da dönsəydi gözəl olardı. Amma dalni vuranda görsən yanır. Pavarotikdə yanır. Ümumilikdə bu menüdən çox şey idarə edə bilirsiniz. Bu monitorun işıq səviyyəsi, səs səviyyəsi, bagajın açılması, yenə damımızın pərdəsini açıb bağlaya bilirsiniz, yanacaq çənini açıb bağlaya bilirsiniz, güzgülərin idarə olunması kimi bütün funksiyalar buradadır. Hər şeyi bura yığıblar. 2 dənə stəkan otacağı bu hissədə yer alıb. Burada bizim telefon üçün simsiz şarj özəlliyimiz var və əminəm ki, bu da iPhone-la yaxşı işləmir. Huawei bazalı telefonlarla daha yaxşı işləyəcək. Bu alt bölümümüzdə bizim burada da bu silikon örtüyü sonradan qoyulub, yəni sonradan əlavə olunub. Normalda bura belə qara, boş hissədir. Avtomobilin salonunun rəngində əlavə olunub, əlavə 2 stəkan otacağı və əlavə saxlama yeri. Bu hissədə aşağıda da 3 dənə USB portumuz var. Tam Nihadın qarşısında olan saxlama yerimizə baxsaq, içi ümumiyyətlə üzlənməyib, tamamilə plastik. Unizenin bagajında gördüyümüz nakitka burada da yer alır. Bu arada çox qəşəng head-up'ımız var bizim. Böyük head-up'dır. Az qala hər şeyi görürsən də. Sonra tam burada bir dənə geniş saxlama yeri. Bu da qəşəng belə içi həcmlidir. Bu arada ön oturacaqlarımızın masaj özəlliyi var. Hansı bir düyməyə basırıq, masajımız aktiv olunur. Dediyim kimi, hal-hazırda Nihadın əyləşdiyi oturacaqda sıfır qravitasiya özəlliyi var. Hansı ki, oturacaq tam belə açılır, havada qalırsan bir növ. Komfort oturacaq. Ümumilikdə salonda olan bütün oturacaqlarımızın qızdırılması və ventilasiya özəlliyi var. Hətta sükanımızın belə qızdırılması var. Sükan qızdırılması çox qəşəng bir şeydir. Heç uzatmıram, başlayaq sürüş testinə. Bu arada avtomobilimizin açarı da belə sadə, yüngül açarı var. Yəni 2 dəfə bassaz işə salınacaq, qapı aç bağla. Bir də ki, bagaj açma düyməsi. Elə bagaj açma ilə işə salma eynidir. Gətirdik avtomobilimizi drive moduna. Selektorumuz burada yer alıb Mercedeslərdəki kimi. Hazırda avtomobilimizin akkumulyatorun şarjı 14-dür, 14%. Benzinimiz də bakımız da artıq 275 kilometrlik benzinimiz var. Ümumilikdə avtomobilin yanacaq sərfiyyatı 100-ə hardasa 4-5 litrdir ortalama. Digər avtomobillə Unized də bundan biraz az yandırır. Atmosfer mühərrikdir, 92 tökün bəs edir. 92 ilə çox rahat işləyir bu avtomobillər. Ümumilikdə sürüşdə hissiyatı komfortludur. Amma nəsə bir hissiyat var ki, bilmirəm nədən asılıdır. Bu avtomobildə biraz new awareness gəlir mənə. Niyə? Bir balaca sürətli girsəm döngəyə dalı çox rahat gələcək kimi hiss edirəm. Yəni digər SUV-lərdə bunu hiss eləməsəm də bu avtomobildə nəsə elə bir hiss var ki, adamda bir balaca sürətli gəlsəm döngədə sürüşəcək. Askı sistemi komfortludur. Komfortuna söz yox. Hazırda bir manevr eləsək, yəni belə maraqlıdır. Əslində düşündüyüm qədər pis deyil askı sistemi. Mən bir ara düşündüm ki, askı sistemi bərbad olar deyə. Elə deyil. Özünə görə yaxşı askı sistemi var və qiymətini də nəzərə alanda bir sıra şeylərin üstündən keçmək olur ki, yəni bu sıfır avtomobil, 2025-in sıfır avtomobilini alırsan, askı sistemi də belədir ki, bir sıra şeylərə göz yummaq mümkündür. Bu arada çox qəşəng sürətlənir. Amma belə deyim sizə, adamı wow, G qüvvəsi verir, sıxır eləyir deyil. Plavını şəhər içində sürməyə idealdır. Komfortu verirsə. Hazırda nahamar yerdən hərəkət edirik. Digər avtomobili sürdüyü buralarda mən bayaq sürəndə nahamarlıqlardan da belə keçir. Bundan üstündən bu arada 30 km sürətlə keçdik onu. Yenidən oradan keçəcəyik və kiçik nahamarlıqda bizə heç bir sərtlik hiss elətdirmir. Qəşəng yumşaq gedir. Böyükdən indi keçəcəyik. Gəldik bura, sürətimiz 30 km-dir. Belə. Normaldır. Nəzərə alanda ki, bu avtomobilin qiyməti də belədir. Məntiqlə düşünəndə deyirsən ki, okeydir. Bəzi şeyləri başa düşmək olur. Asfalta qayıtdıq, sıxdıq qazımızı 7 km. Əyləcləri də ki, çox yaxşıdır. Yəni əyləclərindən dolayı problem, narahatçılıq görmürəm mən. Bu ayaqdan test edirik, əyləcləri qəşəngdir. Avtomobilimiz dediyimiz kimi ön çəkərdir. Qazı bastıq. 9 km-ə yaxınlaşdıq. Head-up'ı çox qəşəng ləzzətlidir, hər şeyi göstərir. Daha yəni işığımızın hansı rejimdə olduğunu belə göstərir bizə. Dalni vurursan, orada göy bir dənə yanıb sönür eləyir. Super. Sükandakı ümumilikdə interyer dizaynı pis deyil.
Sükanın kənarı qara, ortası narıncı, qəşəngdir. Mən nəyə fikir vermişəm? Bu arada avtomobilin dönüş bucağı ləzzətlidir. Balaca yerlərdən də tam geri dönüş eləyə bilirsiniz. Mən Çin istehsalçılarında nəyə fikir vermişəm? Bunlar avtomobillərdə narıncı salon qoymaqdan çox xoşları gəlir. Kərpic rəngindən bunların xoşu gəlir. Hansı avtomobilə baxırsan, bax, kərpic salon opsiyası var. Və ya tək rəng varsa o rəngi adətən kərpic olur. Yenidən basırıq. Hop. Əyləclər söz ola bilməz. Qəşəngdir. Ailə avtomobili kimi normal görünür. Nə qəşəng ambiyansları var bunun. Buradan belə səliqəli, həmin ambiyanslar arxada da var. Ümumiyyətlə, bax bunda ən çox bəyəndiyim nə oldu? İndi fikir verdim. Bu şüşə idarə etmə düymələrinin metalik olması. Çox qəşəng bahalı hiss etdirir. Çox xoşuma gəldi o. Çox az avtomobillərdə görürük onu və burada çox qəşəng. Yəni burada olan istər şüşə idarə etmə, istər qapıların bağlanması, şüşələrə B-blokun qoyulması falan metalikdir. Hissiyatı çox qəşəngdir. Avtomobilimizin 0-dan 100 km-ə qədər olan sürətlənməsi 7,58 saniyədir. Biz buna 7,6 deyə bilərik rahat. Pavarotik səsinə baxaq. Normal, qəşəng. Güzgülərimizin həm qızdırılması var avtomobilimizdə, həm də kör zonalarımız var. Komforta özünə görə yaxşıdır avtomobil. İllər sonra nətər göstəricilər eləyəcək. Hal-hazırda yəni Çanqanın avtomobillərinə baxırıq. Yəni özünü yaxşı aparırlar da hərək. Mən nə yalan deyim, eşitməmişəm Çanqan sürənlərdən ki, oyda belə bir qlobal problemi var. Bu şey çox pisdir. Ön şüşələrimiz 2 qatdır məsələn bu avtomobildə. Səs izolyasiyası qəşəngdir. Artırmaq olarmı? Təbii ki, olar. Təkər arkalarına 5 şumka eləyirsiniz. Hətta qapı panellərini də eləsəz, daha da artıracaqsınız zaten. Bu dəqiqə yenə nahamar yola qayıtdıq biz. Gəldik maniyəmizin üstünə. Səliqə ilə keçirik. Hal-hazırda keçid almışıq Unize-mizin sürüş testinə. Unize-nin də ön tərəfində yenə qapılarda yox, ağac imitasiyalı plastik trimimiz var. Keçirici başlığımız bu yerdədir. Klassik bizim öyrəşdiyimiz tərzdə. Avtomobilin start-stop düyməsi də birinci oturanda görmürsən, burada gizlədiblər start-stopu. Bu avtomobildə dediyimiz kimi audio sistem Sony-yə məxsusdur. Bu ön trimimiz gözəldir. Burada da ambiyans işıqlarımız var bizim və bu orta paneldə aksesuar deyildi. Burada dinamik də yer alıb multimedia sistemi. Bu da qəşəng görünür belə. Bu avtomobildə salon kamerası bu arada bağlanmır. Üstünü bağlaya bilmirsiniz. O daim açıq. Məsələn, hansısa Çinli oturub oradan sağa baxır. Bu arada oturacaqlarımız dediyimiz kimi bu avtomobildə daha coach tiplidir, daha sportik dizaynına sahibdir. Ortada bir dənə saxlama yerimiz var. O da qəşəng geniş həcmdədir. 2 stəkan tutacaq burada. Tam Nihadın qarşısında bir saxlama yeri daha sadə plastik materialdan. İçi də üzlənməyib və bunun loku da yoxdur, zamoku yoxdur. Çox maraqlı, yəni o nə mahiyyəti olan şeydir ki, ora bir dənə zamok qoyasınız. Yenə bu avtomobildə də wireless şarjımız var, soyutmalı. Burada da eynən avtomobilimizi idarə edə bilirik. Bu arada bunun interfeysi biraz daha fərqlidir, bir-birindən fərqlənir. Yenə burada da ön oturacaqlarımızın qızdırılması, soyudulması var. Sükanın qızdırılması yoxdur, arxa oturacaqların qızdırılması, soyudulması yoxdur. Digərindən biraz daha boş paketli deyə bilərik. O digər avtomobil daha premium olduğuna görə arxada da özəllikləri var idi. Bu avtomobilimizdə də digərində olduğu kimi burada aşağıda əlavə olunmuş alt bölüm var ki, əlavə saxlama yeri kimidir. Burada da bir dənə USB port, bir dənə də şarj portumuz var. Heç nə. Keçək sürüşə görək necədir. Bu arada iki avtomobilin də yanacaq çəni 51 litr həcmindədir. Və burada qəza işığımız normal yerdə. Burada aşağıdadır. Yuxarıda falan deyil. Gətirdiyi avtomobilimizi drive rejiminə. Bu arada avtomobilimiz hazırda sport rejimdədir. Çincə olsa belə sporta necə keçirildiyini tapmışıq. Basırıq. 9 kilometr səliqəli. Bu da yan görüntü kameralarımızın görüntüsüdür. Biz dönüş edəndə bizə göstərir ətrafda nə baş verdiyini. Buradan məsələn 3D seçsək avtomobilimizi belə kənardan görə bilirik və bu Çinin ən ucuz qrafikası multiyajlı. Təzədən 2D-yə qaytarırıq ki, o görüntünü görməyək. Yan güzgülərimizdə təbii ki də kör zona da var, güzgünün qızdırılması da var. Sükan dönülü olanda bir balaca qaz verirsə anında təkərlərin səsi gəlir. Basırsınız. Bunu deyirəm, qəşəng hündürlük dəyişməsi var orada. Amma əyləclər effektivdir deyə əmin şəkildə sürürsünüz. Və belə bir söz deyim ki, bu avtomobildə o hazırda qaçacaq hissiyatı, arxası sürüşəcək hissiyatı daha az gəlir mənə. Yanacaq çənimiz 751 kilometrli benzinlə doludur. Akkumulyatorumuz da 43 kilometr. Avtomobilimizin yürüyüşü cəmi 1022 kilometrdir. Yəni 100-ə sərfiyyat iki avtomobildə də eynidir. Askı sistemi elə bil ki,
O biri avtomobildə çox yüksək dərəcədə yox, biraz daha komfortludur, biraz. Plus minus eyni rahatlıqda da askı sistem var, amma burada yolun xırdalıqlarını daha çox hiss edirsiniz. Ha? Maraqlıdır. İkisi də bir-birinə bənzər avtomobillərdir. O biri daha premiumdur və askı sistemi biraz daha yumşaqdır. Traction orada söhbət edir adamla. Döngən qəşəng götürür. Hazırda 43 km-lə dönürük. Hətta artıq 50 km çatırıq. Çox cüzi hiss edirik ki, təkərimiz eşirdi. Bu biraz daha sportikdir, o biraz daha premiumdur. Baxır da kimə hansı. Bu avtomobildə də ön şüşələrimiz 2 qatdır, arxa şüşələr tək. O avtomobildə arxa şüşələrimiz zavoddan qara gəlir. Burada da bildiyimiz adi ağ şüşələrdir. Bu arada avtomobillər ikisi də ön çəkərdir. Bunların off-road xüsusiyyətləri maraqlıdır. Bunlar neyniyərlər? Ən azından müəyyən bir 4 çəkər sistemi olsaydı daha yaxşı olardı. Bundan yüngül off-road şəraitinə belə girişmək olardı. Nahamarlıqlarda da pis deyil. Yəni dediyim kimi hər şey nəzərə alanda, qiymətini falan nəzərə alanda bu avtomobilin bir sıra şeylərin üstündən keçə bilirsən. Kondisioneri super işləyir bu arada. Bir onu bilirəm. Və avtomobillərdə maraqlı bir şey də sizə göstərim. Klimat panelimizə daxil olanda burada havanın filtrasiya düyməsini basırıq və avtomobilimiz bizə çöldən olan havanı filtrasiya edib göndərir, belə deyək. Daha da təmizləyir. Mənim Q07 modelində ən sevdiyim şey ramkasız qapılar idi. Qapıların ramkası yoxdur və mənə görə bir avtomobildə ola biləcəyi ən gözəl, ən cəlbedici şey ramkasız qapılardır. Çox mükəmməl görünür də. Ondan əlavə iki avtomobilin də ortalama olaraq sürüş hissiyatları bənzərdir. Digəri biraz daha komfortlu gəlir. Bu biraz daha yığcam gəlir adama. Biraz daha çox zövq məsələsidir. Kim hansını istəyirsə, əlavə funksiyanal kimə lazımdırsa seçimini eləyir. Əyləcləri çox qəşəng effektivdir. Buna söz yoxdur. Mənə də maraqlıdır bu avtomobillərin bir 100.000 kilometr getmiş vəziyyəti. 100.000, 120.000. Oturacaqlar qəşəngdir. Normal, komfortludur. Döngələrdə kameralarımız bizim avtomatik şəkildə açılır, ətraf mühitdə nə baş verdiyini göstərir. Biz isə düşünürük ki, artıq incələmə videomuzu sonlandıraq. Ümidvaram sizlər üçün məlumatlandırıcı, gözəl bir video hazırlaya bilmişik. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalına abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Sağ olun, salamat qalın.